معا بغراس الأخلاق مدرسة صارت أخلاقي قد ذقت النور بجنتها في حفظ كتاب الخلاق في صحبة أزهار فاقت في الصدق حديث. بسم الله الحمد لله وحده والصلاة والسلام على من لا نبي بعد. Kitab-ı Tevhid, Tevhid kitabı 4-cü bab. Şirkdən qorxmaq babı. Allah Əzza və Cəllə Nisa surəsi 48-ci ayətdə buyurur ki: Əuzu billahi minəşşeytanirracim. İnnallaha la yaghfiru en yushrika bihi və yaghfiru ma dun zalika limen yasha. El-ayə. Şübhəsiz ki Allah özünə şərik qoşulmasını əsla bağışlamaz. Bunun xaricindəki günahları isə dilədiyi kimsəyə bağışlayar. Xəlilullah İbrahim əleyhissalam demişdir: وَجْنُبْنِي وَبَنِيَّ أَنْ نَعْبُدَ الْأَصْنَامِ. El-ayə. Məni və oğullarımı bütlərə ibadət etməkdən uzaq tut. İbrahim surəsi 35-ci ayət. Habelə Əl-Beyhəqinin Şuab el-İman 6412, El-Bəğavi Şərh-əs-Sünnə, Ət-Təbərani'nin El-Kəbir, bir də Əhməd 428-ci səhifəsində keçən hədis belədir. Və fil hədisi Əxvafu mə əxafu aleykumu-şirqul əsqar fəsu'ilə anhu fəqalə Ər-riya. Sizin haqqınızda ən çox qorxduğum şey kiçik şirkdir. Onun nə olduğu soruşulduqda bu riyadır dedi. Digər hədis isə Buxari İbn Xuzeymə Ət-Təvhid 569-cu səhifədə keçən hədisdir. İbn Məsuddan rivayet olunur. Və an İbn Məs'ud radiyallahu anhu enne Rasulullah sallallahu aleyhi və səlləmə qalə: Mən mətə və huvə yəd'u min dunillahi niddən dəxələn-nər. İbn Məsud radiyallahu anhu rivayet edir ki, Resulullah sallallahu aleyhi və səlləm demişdir: Hər kim Allahdan başqasına dua edərək ona ortaq qoşduğu halda ölərsə, cəhənnəmə daxil olar. Digər hədis isə Müslim rivayet edir. Və li Müslimin ən Cabir radiyallahu anhu, Müslim Cabir radiyallahu anhudan rivayet edir ki, Ənə Rasulullah sallallahu aleyhi və səlləmə qalə. Rasulullah sallallahu aleyhi və səlləm demişdir: Mən ləqiyallahu la yuşriku bihi şeyən daxaləl cənnə və mən ləqiyahu yuşriku bihi şeyən daxalən-nər. Kim Allahla ona heç bir şeyi şərik qoşmadan qarşılaşarsa, cənnətə daxil olar. Kim də ona bir şeyi şərik qoşaraq onunla qarşılaşarsa, cəhənnəmə daxil olar. Və axirət davana anilhamdulillahi rabbil alamin.